Bugünkü menümüzdə deməli lavaşdan blinçik hazırlayıram. Belə qızardacağam. Deməli tərkibində kök, Holland pendiri, göyərti və bir də bolqar bibəri. Çox ləzzətli olacaq. Bunları bükəndən sonra, bax belə blinçik kimi bükürəm. Bükəndən sonra qızardacağam. Təbii ki, sizinlə paylaşacağım bunu da. Bükdüm, indi başlayacağım qızartmağa. Aha, başlamışam qızartmağa. Qızarma prosesini göstərmək istəyirəm. Və bir də bişdikdən sonra inşallah göstərəcəm. Bu formada qızarır. Çox ləzzətli olur. Mən bir dəfə eləmişəm. Uşaqlar çox bəyəniblər. Bu ikinci dəfəmdir. Yəni siz də eləyin. Çox qəşəng, çox ləzzətli alınır. Bu da mənim gözəllərim. Hazırdır. Hazır forması bax bu formada olur. Qəşəng. Hər kəsə nuş.